Bir neçə dil bilmək qocalmağı dayandırır. Yeni araşdırmaya görə bir neçə dili bilmək və onlardan müntəzəm istifadə etmək bədənin bioloji yaşlanma prosesini yavaşladır. Araşdırma Nature jurnalında dərc olunub. Tayvan Milli Universiteti və Dublin Trentini Kollecinin alimləri tərəfindən aparılan tədqiqatda 27 Avropa ölkəsindən 51-90 yaş arası 80 mindən çox insanın məlumatları təhlil edilib. Nəticələr göstərib ki, yalnız bir dildə danışanlarda sürətli bioloji qocalma riski çoxdilli insanlara nisbətən 2 dəfə yüksəkdir. Hər əlavə öyrənilən dil yaşlanmanı ləngidir. Neyrobioloq Augustin Ibanesin sözlərinə görə çoxdillilik beynin diqqət, yaddaş və düşünmə sistemlərini aktiv saxlayır. Bu da neyron əlaqələrini gücləndirir. Araşdırma həmçinin göstərib ki, çoxdillilik sosial və emosional sağlamlığa da müsbət təsir göstərir. Bu, ünsiyyəti və mədəni kimliyi gücləndirərək stressi azaldır, ürək-damar və immun sistemini dəstəkləyir. Oakland Universitetinin tədqiqatçıları feyxua və böyürtkənin ən güclü iltihab əleyhinə təsirə malik olduğunu aşkarlayıb. Tədqiqat müəyyən edib ki, iltihabi bağırsaq xəstəliklərinin və digər orqanların müalicəsi üçün istifadə edilə bilən ən yaxşı təbii vasitə məhz bu iki meyvədir. Alimlər feyxuanın müxtəlif hissələrinin 8 bakteriya ştamına qarşı aktivliyini də sınayıblar. Həkimlər antimikrob aktivliyinin çox hissəsinin toxumlardan olduğu qənaətinə gəliblər. Həmçinin feyxuanın qabığı da əla təbii antibiotik olduğu təsdiqlənib. 100 qram feyxuada 183 kalori, 0,6 qram zülal, 0,4 qram yağ və 8 qram karbohidrat var. Feyxua antioksidan, iltihab, göbələk əleyhinə və antimikrob xüsusiyyətlərə malikdir və çəkini, C, B, P və E vitaminləri var. Üstəlik çəkini də normallaşdırır. Alimlər sübut ediblər ki, bu meyvədən xərçəngin qarşısının alınması və sümüklərin möhkəmləndirilməsi üçün də istifadə etmək olar. Bundan əlavə tərkibində yod, kalium, bor və xrom mövcuddur. Gələcəyin tibbi. Düşün, sağal. İnsanlar artıq dərmanla yox, beyni idarə etməklə sağala biləcək. Bu iddianı Kaliforniya alimləri irəli sürüb. Onlar insan biologiyasının ənənəvi anlayışına meydan oxuyan ağıl-bədən konsepsiyası, meditasiya və açıq etiketli plasebo müalicəsi müdaxiləsi zamanı neyron və molekulyar dəyişikliklər inqilabi məqaləsini təqdim edib. Araşdırma Communications Biology-də dərc olunub. Bu əlamətlər tədqiqat intensiv meditasiyanın əvvəllər yalnız psixodelik dərmanlarla müşahidə edilən eyni dərin beyin fəaliyyətini necə stimullaşdıra biləcəyini və eyni zamanda bədəndə ölçülə bilən bioloji dəyişiklikləri aktivləşdirə biləcəyini nümayiş etdirir. Cəmi 7 gün ərzində heç bir dərman müdaxiləsi olmadan sağalan iştirakçılar tədqiqatçıların bioloji yenidən başlatma adlandırdığı prosesi aktivləşdirib. Alimlər iddia edir ki, onlar neyron şəbəkələrini yenidən qurub, sinir hüceyrələrinin böyüməsini sürətləndirib, hüceyrə enerji sistemlərini yenidən proqramlaşdırıb və təbii ağrı-kəsici mexanizmləri aktivləşdirib. Dr. Joe Dispenza'nın 7 günlük meditasiyasında 20 sağlam iştirakçıda dəyişiklikləri sənədləşdirmək üçün qabaqcıl beyin görüntüləməsindən və hərtərəfli qan analizindən istifadə edilib. Nəticələr birmənalı olub. Meditasiya, neyron və molekulyar səviyyələrdə ölçülə bilən fundamental bioloji yenidən proqramlaşdırmaya təsir edib. 50 kiloqram arıqlayanlara maşın veriləcək. Çinin Şandun əyalətinin Binzhou şəhərində yerləşən idman zalı qeyri-adi çəki atma yarışına start verib. Zalın sahibi elan edib ki, cəmi 3 ay ərzində 50 kiloqram arıqlaya bilən şəxsə 2020-ci il istehsalı olan Porsche Panamera avtomobili hədiyyə ediləcək. Yarış 23 oktyabrda başlayıb və iştirak haqqı 1400 Amerika Birləşmiş Ştatı dollarıdır. Bu məbləğə məşqlər, xüsusi qidalanma planı və zalda yaşayış daxildir. Yəni iştirakçılar 3 ay boyunca məkanı tərk etmədən yaşayır. Məşqçi bildirib ki, layihə realdır, lakin proqram və pəhriz planı hələ açıqlanmayıb. Ekspertlər isə qeyd edib ki, gündə yarım kiloqramdan çox arıqlamaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Hazırda yarışa cəmi 7-8 nəfər yazılıb, qeydiyyat isə maksimum 30 nəfərlə məhdudlaşdırılıb. Mükafat kimi təqdim edilən avtomobilin zal sahibinin şəxsi maşını olduğu bildirilib.
Gənc qızlarda bığ problemi artır. Dünyanın müxtəlif ölkələrində həkimlər yeniyetmələr arasında, xüsusilə qız uşaqlarında bığların yaranması hallarının kəskin şəkildə artdığını bildirib. Mütəxəssislər bu halın əsas səbəbini hormonal pozuntularla izah edir. Əsas problem kimi məktəblilər arasında piylənmənin olması göstərilir. Fast foodun, qazlı içkilərin və şəkərli qidaların həddindən artıq qəbulu, eləcə də az hərəkətli həyat tərzi endokrin sistemin fəaliyyətini pozur. Bu isə orqanizmdə hormon balansının dəyişməsinə, o cümlədən qızlarda kişi hormonu testosteronun səviyyəsinin artmasına gətirib çıxarır. Nəticədə bəzi yeniyetmə qızlarda üz və bədən tüklənməsi güclənir. Xüsusilə üst dodaq nahiyəsində nəzərə çarpacaq tüklər əmələ gəlir. Əgər bir neçə il əvvəl bu səbəbdən həkimə müraciət edən qızların sayı 10 nəfərdən 2 idisə, indi bu göstərici 6-ya çatıb. Həkimlər valideynlərə və uşaqlara təşvişə düşməməyi məsləhət görür. Problemin ilkin mərhələsində sağlam qidalanmaya keçmək, fiziki aktivliyi artırmaq və zəruri hallarda endokrinoloqa müraciət etmək kifayətdir. Göz yaşları stressi azaldır. Harvard Health Publishing jurnalında dərc edilən məqaləyə görə ağlamaq insanın həm emosional, həm də fiziki sağlamlığına müsbət təsir göstərir. Alimlər tərəfindən aparılan Is Crying Good for You, yəni ağlamaq sizə xeyirdirmi adlı tədqiqatda qeyd olunur ki, emosional göz yaşları zamanı orqanizmdə endorfin və oksitosin hormonları ifraz olunur. Bu hormonlar ağrını azaldır, bədəni rahatlaşdırır və stress səviyyəsini tənzimləyir. Araşdırmaya əsasən ağladıqdan sonra iştirakçıların 98% özünü daha sakit, rahat və emosional cəhətdən sabit hiss etdiyini bildirib. Mütəxəssislərin fikrincə bu hal ağlamağın bədənin təbii tənzimləmə mexanizmi olduğunu təsdiqləyir. Göz yaşları vasitəsilə stress hormonları orqanizmdən xaric olur. Bu isə psixoloji gərginliyi azaldır və yuxu keyfiyyətini yaxşılaşdırır. Tədqiqat həmçinin göstərib ki, ağlamaq sosial əlaqələrin möhkəmlənməsinə yardım edir. Çünki insan ağlayarkən ətrafdakıların dəstəyini almağa meylli olur. Bununla belə tez-tez və səbəbsiz ağlama halları psixoloji pozuntuların əlaməti ola bilər və bu halda mütəxəssisə müraciət olunmalıdır. Söyüş söymək ağıllı insanların əlamətidir. Elm adamlarının apardığı araşdırmalar maraqlı nəticələr ortaya qoyub. İnsanın danışıq tərzi, yuxu rejimi və hətta iş masasının səliqəsi onun intellekti ilə birbaşa əlaqəli ola bilər. Tədqiqatlar sübut edib ki, söyüş işlətmək yüksək intellektin əlamətidir. Belə insanların lüğət ehtiyatı daha geniş olur və onlar emosiyalarını daha dəqiq ifadə etməyə çalışır. Psixoloqlar qeyd edir ki, bu mədəniyyətsizlik yox, dilin ifadə imkanlarından maksimum istifadə istəyi ola bilər. Psixoloqlar həmçinin gec yatma vərdişinin də yüksək zəkadan xəbər verdiyini bildirib. Araşdırmalar göstərib ki, gecə yarısından sonra yatmağa öyrəşmiş insanlar daha yaradıcı düşünür. Minnesota Universitetinin alimləri isə sübut edib ki, iş masasındakı qarışıqlıq da yüksək intellektlə bağlıdır. Onların fikrincə, dağınıq mühit insanın ənənəvi qaydalardan azad edir və yaradıcılığı artırır. Psixoloq Kathleen Vox qeyd edib ki, ətrafdakı qarışıqlıq insanı qaydalardan uzaqlaşdırır. Bu isə yeni ideyaların yaranmasına şərait yaradır. Əksinə, mükəmməl səliqə yaradıcılıqdan çox qaydalara itaəti təşviq edir. Beləliklə, masanız dağınıqdırsa, gec yatırsınızsa və bəzən emosiyalarınızı açıq ifadə edirsinizsə, ola bilsin ki, beyniniz sadəcə daha fərqli və yaradıcı düşünür. Bədən yağlarının ən çox yandığı saatlar açıqlanıb. Elmi müşahidələrə görə insan orqanizmi gecə saat 2-4 arası ən aktiv şəkildə yağ yandırır. Məhz bu zaman bədənin enerji mənbəyi kimi yığılan pillərdən istifadə etmə faizi maksimuma çatır. Arizona Universitetinin apardığı 30 günlük müşahidə maraqlı nəticə göstərib. Yatmazdan təxminən 1 saat əvvəl yarım qreypfrut yeyən iştirakçılar pəhriz və həyat tərzlərini dəyişmədən hər həftə orta hesabla 1,5
5 kiloqram çəki itirib. Mütəxəssislər bu effekti qreypfrutun tərkibindəki naringin adlı təbii maddə ilə əlaqələndirir. Naringin bədəndə yeni yağ hüceyrələrinin yaranmasını ləngidir. Eyni zamanda orqanizmin mövcud yağ ehtiyatlarını enerji kimi istifadə etməyə məcbur eləyir. Qidalanma üzrə ekspertlər axşam saatlarında yüngül qreypfrutlu smuzi qəbul etməyi tövsiyə eləyir. Qreypfrutun yanına nanə və zəncəfil əlavə etdikdə təsir daha da artır. Bu sadə, lakin elmi əsaslı vərdiş bədən formasını qorumaq, maddələr mübadiləsini gücləndirmək və sağlam şəkildə arıqlamaq üçün təbii üsul hesab olunur. Dildə görünən dəyişiklik xərçəngin gizli əlaməti ola bilər. Britaniyalı mütəxəssislər insanın dili üzərində yaranan bəzi dəyişikliklərin bədxassəli şişin ilkin əlaməti ola biləcəyini açıqlayıb. Daily Mail qəzetində yer alan məqaləyə görə dilin səthində uzun müddət keçməyən ağrısız yara, rəngdə və teksturada dəyişiklik, eyni zamanda udma çətinliyi, səsin xırıltılaşması və səbəbsiz çəki itkisi ağız boşluğu xərçənginə işarə edə bilər. Həkimlər bildiriblər ki, bu tip simptomlar çox vaxt adi qıcıqlanma kimi qəbul olunur və xəstələr gecikmiş mərhələdə müraciət edir. Mütəxəssislər dil və ağız boşluğu sağlamlığının müntəzəm nəzarətdə saxlanılmasını, hər hansı dəyişiklik müşahidə olunduqda dərhal stomatoloq və ya onkoloqa müraciət edilməsini tövsiyə edir. Alimlərin fikrincə erkən diaqnoz hallarında müalicə nəticələri daha uğurlu olur. Qadın, ritmik musiqi və qaçış. Səadətin formulu. Yaponiyanın Ryutsu Keizai Universitetinin Sağlamlıq və İdman Elmləri Fakültəsinin alimləri qadın iştirakçılar arasında aparılan eksperiment nəticəsində müəyyən ediblər ki, ritmik musiqi altında edilən 10 dəqiqəlik qaçış əhval-ruhiyyəni yüksəlməsinə, motivasiyanın artmasına və fiziki sürətin bir qədər artmasına səbəb olur. Təcrübədə 18-21 yaş aralığında olan 38 tələbə iştirak edib. İştirakçılar bir qaçışı yüksək ritmik musiqi ilə, digərini isə musiqisiz və ya az ritmik fonla ediblər. Musiqili qaçış zamanı qadınlar daha sürətli qaçdıqlarını və canlılıq, hərəkət istəyi hiss etdiklərini bildirib. Alimlərin fikrincə bu təsirin əsas səbəbi qadınların musiqi stimullarına kişilərə nisbətən daha həssas olmasıdır. Mütəxəssislər qeyd edir ki, əhval-ruhiyyənin yüksəlməsi yalnız psixika ilə deyil, həm də fiziki aktivliklə sıx bağlıdır. Qaçış zamanı dinlənilən musiqinin seçimi, sürətli ritm, vurğu hissi olan avazlar qadınlarda çıxış keyfiyyətini və gündəlik fiziki aktivliyi artırma potensialına malikdir. İştirakçılar bu üsulu gündəlik həyatlarına daxil etməklə həm fiziki sağlamlıqlarına, həm də əhval-ruhiyyələrinə müsbət təsir göstərə bilərlər. Bu sadə metod qadınlara özünə inam və enerjini artırmaq baxımından yeni imkanlar təqdim eləyir. Ailə həyatından narazı kişilər. İsrailin Tel-Aviv Universitetinin alimləri 10.000 könüllü kişi arasında apardığı tədqiqatın nəticəsində elan edib ki, ailə həyatından, həyat yoldaşından narazı olan və şəxsi həyatda özünü bədbəxt hesab edən kişilərdə insult olma riski 65% artır. Alimlər bunun səbəbini xoşbəxt olmayan ailədə daim stres və gərginliyin olmasından görür. Daimi stres kişinin sinir və endokrin sistemini sıradan çıxarır. Stres, əsəbilik, evdə özünü gərgin hiss etmək bir çox xəstəliklər, o cümlədən yüksək təzyiqə səbəb olur. Müəyyən yaşa gəldikdə kişilərdə insult riski yüksəlir. Eyni vəziyyət qadınlara da aiddir. Ailə həyatında xoşbəxt olmayan qadınlarda hormonlar pozulur, mədədə xora əmələ gəlir, yumurtalıq və uşaqlıqda problemlər, menstrual siklin pozulması baş verir. Psixiatrlar ailədə narazılığın dərinləşməməsi üçün ailə psixoloqlarına müraciət etməyi, əgər vəziyyət düzəlmirsə, qısa müddətli ayrılığı sınamağı və münasibətlərə fasilə verməyi məsləhət görür. iPhone və ya Android seçimi xarakterinizdən xəbər verir. Britaniyalı psixoloqların apardığı araşdırma göstərib ki, insanların iPhone və Android seçimi onların şəxsi xüsusiyyətləri ilə bağlıdır. Lincoln Universitetinin apardığı tədqiqatda həm Android, həm də iPhone istifadəçiləri şəxsi keyfiyyətlərini və telefonla münasibətlərini qiymətləndirən anketlər doldurub. Nəticələrə görə iPhone sahibləri telefonlarını çox vaxt status göstəricisi kimi qəbul edir. Brendə və xarici görünüşə
daha çox diqqət yetirir. Android istifadəçiləri isə smartfonu əsasən praktik vasitə kimi görür. Əsas funksionallığa üstünlük verirlər. Tədqiqatçılar müəyyən edib ki, iPhone istifadəçiləri adətən daha gənc olur. Onların arasında qadınların sayı çoxdur və emosional yanaşma daha güclüdür. Android istifadəçiləri isə əksinə daha yaşlı və çox vaxt kişi olur. Statusa az önəm verirlər. Araşdırmanın müəllifi Heiser Show bildirib ki, smartfonlar getdikcə insanların daxili obrazının rəqəmsal əksinə çevrilir və seçim də buna uyğun formalaşır. Bununla belə alimlər vurğulayır ki, cəmi 500 nəfərin iştirakı ümumi nəticə çıxarmağa imkan vermir.